Nəqliyyatı Əlaqələndirmə Şurasının qərarı ilə Əbdüləzəl Dəmirzadə küçəsində hərəkət istiqaməti dəyişdirildi. Bununla da hazırda durduğumuz kəşmədə işıqfor fazaları 3-dən 2-yə endiyi üçün bütün istiqamətlərdən gələn nəqliyyat vasitələrinin gözləmə müddəti azalır. Nəticədə Koroğlu Rəhimovla aşağı düşən axın sürətlənir və qovşağın ümumi buraxıcılıq qabiliyyəti artır. Qeyd edim ki, bu layihə daha öncə Koroğlu Rəhimov küçəsində və Xətai prospektində icra olunan layihələrin davamıdır. Layihə icra olunduqdan sonra Xətai prospekti, Heydər Əliyev prospekti, Koroğlu Rəhimov və Yusif Səfərov küçələrində nəqliyyat vasitələrinin sürəti nisbətən artacaq. Nəqliyyat axını əlavə yolla yuxarı, yəni şimal-qərb istiqamətində yönəlməsi nəticəsində Excelsior otelin qarşısında da hərəkət sürətlənəcək. Yaradılmış avtobus zolağı ümumi nəqliyyat axınına mane olmamaq məqsədi ilə ictimai nəqliyyatın yalnız sağa Elm və Təhsil Nazirliyi istiqamətində hərəkətini təmin edəcək.